Selamlar ve akşamınız hayır olsun. Ben de sizi buradan hoş gördüm. Buyurun. Məsud bəy, Lindsey Graham'ın açıklamasını təqdim etdi. O dedi ki, yaxın günlərdə qarşıdakı proseslərdə yaxın şərqin tarixində ən iri miqyaslı dəyişikliklər olacaq. Eyni zamanda o bir xəbərdarlıq da elədi İran rəhbərliyinə. Qeyd etdi ki, vətəndaşlarla bu qədər sərt şəkildə davranmayın, onlara repressiv yanaşmayın deyildi. Öncəsində Trump'ın da xəbərdarlığı olmuşdu, amma onun yaxın şərqdəki böyük dəyişikliklərlə bağlı cümləsini necə oxumaq lazımdır? Bakın burada İran'ın iç dinamikleri bir meseledir. Yani orada bu ekonomi sıkıntılar, yani iktisadi sorunlar bir taraf meselesidir ki bunun ister istemez başka ülkelerde, süper güçlerde olsun, öyle Amerikan, İsrail'e bile ya bölge güçlerinde, çünkü İran'da gidişatı herkesin dili kaygılandırır. O sebepten de indi Amerikan'dan böyle bir açıklamada apaçığı o bilgilerin doğrultusundadır. Yani bilirler ki İran'da bir şeyler yerbeyi olacaqdı. Bu sistem belə davam etməyəcəkdi. Aslında elə Amerika bunu bu noktaya gətirən də başında da Amerika gedir. Hamımız bilir ki, Amerikanın ambargoları, yani təhrimləri İranı bu duruma soxubdu. İndiki vəziyyətdə də yəni İran masaya gətirib oturmadı və Amerikanın dediği ya İsrailin qayğılarını qəbul etmədiyi sürədə də mən düşünürəm ki, bu gedişat elə İran'ın aleyhine, yani rejimin aleyhine ve Amerika'nın isteği doğrultusunda gedir. O sebepten de ki bu uyarılar da zaten biz orada itirazçıların yanındayıq, onları destekleyirik. Yani Trump'ın hatta bunu söhbəti ortaya koyduğu birbaşa hamısı nişan verir ki, elə Avrupa olsun, Amerika olsun ve onlardan daha da ziyade bunların başında giden İsrail bile olsun, İran'daki bu rejimi bu şəkillə qəbullanmayıblar. Məsud bəy, hazırda necə qiymətləndirirsiniz? Bu etirazlar nəyə doğru irəliyir? Biz generalın açıqlamasını təqdim etdik. Qeyd edir ki, İran xalqının mədəniyyətində yoxdur belə bir etirazlar. Hətta onların yeni bir mərhələyə, ixtişaş mərhələsinə keçməsinə birbaşa xarici müdaxiləyə işarət etdi. Siz özünüz də vurğuladınız Amerika Birləşmiş Ştatları və İsrailin rolunu. Bu cür kontekstdə dəyərləndirsə, o zaman nə ilə nəticələnəcəyini bu nümayişlər? Bakın bu nümayişler diye yoksa bu itirazlar diye nümayiş geldiğinde bizde sanki bir gösteridir ve bitecek gidecekti. Ancak bir rejimin alternatif olarak bu meseleleri halline bir yolu yoktu. Yani rejim büyük bir sıkıntıyla yaşıyor. Hatta satacakları yani demek olar başka memleketlere neft falan gaz satacaklarını da yönüne alıbdı. Çin'e böyle əlini kəsiblər. Çindən artıq məsələ pul ala bilmir. Çinin ən boncul vəsaitlərini demək olar İrana göndərirlər, neft qaz yerinə. İstəyim deyim ki, bu iki vəziyyətdə Rusiya da İranın arxasından əl çəkibdir. Yəni görür də İranla müdaxilə etmək durumda deyil. Yani bunlar hamısı bir bara nişan verir ki, İran, bu indələn İran rejiminin yönətimidir ki, fikirləşəcək ki, bundan necə çıxsın. Yəni belə gedirsə, belə bu dediyiniz kimin bu etirazları bastırırsa, belə insanları qanlı demək olar faciə ilə üz-üzə gətirirsə, halbuki elə orada içəridəkilər haqlıdırlar. Çünkü günü-gündən həyat bahalaşır, yaşam çətinləşir, fəlakət baş alıb gedir, amma bunun yanı sıra da hükümet ya rejim öz mənfəətləri peşində öz adamlarını dəstəkləyir, məmləkəti səpavil edir. Bunlar hamısı istəyim birbaşa içəri dəngələr bir məsələdir. Bir də dış dəngələr ki buna laqeyd qalmırlar. Biz bilirik ki İran bölgənin ən böyük təhlükəsizliyə yəni salan ölkədir. Bunu hamı bilir. Bunu elə birbaşa Ermənistandan tut Azərbaycana, Türkiyədən ta Avrupaya. Hər kəs bilir ki, İran terrorizmi bəsləyirdi. İndi proksi gücləri, bugün buna şahidik. İranın proksi gücləri etkisiz hala gəlib çatıbdır. İndi bundan sonra nə olacaqdır? Bundan sonra ya rejimi Avrupa, Amerika ya insan haqları demək olar perspektivində də baxsaq ya da bunların öz istədiyi kimi bunlara boyun əyməsi nöqtəsində ya gətirib satacaqlar, ya da içəridəki indi Trump'ın öz dediği kimin içəridəki, yəni bunu şeylər etirazları rəhbərlik edəcəksə, hətta opozisyon, eşitəsi opozisyon deyil, içəridəkilər bunu rəhbərlik edəcəklər. Mən düşünürəm ki, İranın gələcəyində ən möhtəməl senaryo budur ki, İran gələcəyində bir Avrupa ilə, Amerika ilə anlaşan bir yönetim üzə çıxsın. Bu da indiki vəziyyətdə rejimin tutumları ilə belə çox uzaq görünür. Yəni o istək eşitə vardı, amma içəridə belə bu
uzun müddətli belə qanlı faciəyə belə götürməyə nişan verir. Məsud bəy, indi Amerika Birləşmiş Ştatları ilə danışıqlar davam etmir. Heç bunun üçün uyğun şərait də yoxdur. Araqçı da belə bir açıqlama verdi. Etirazlarla bağlı danışırıqsa orada müəyyən siyasi şüarların səsləndirildiyini də görürük. Siz dediniz ki, elə bir rejim olmalıdır, elə bir idarə olmalıdır ki, Avropa ilə Amerika ilə bir normallaşmaya geçsin. O zaman içəridə rejim dəyişikliyi ilə bağlı bir addımlar atıla bilərmi? Bu etirazlar ora qədər davam eləyəcəkmi? Baxın, mən bu etirazda indirilən 2 həftəyə yaxındır etirazlar vardı. Və bilirsiniz ki, artıq İranın içindəki yönetimə yaxın, ya yönetimə deyək, mərkəziyyət zehninə yaxın farsı qısmı ilə yəni bu etirazlar başlanıbdır və davam edir. Və bu günə kimin ən böyük etnik Türklər olsun, Ərəblər olsun, Bəluçlar olsun və Kürdlər olsun. Görürsünüz, bu etirazlara hələ qatılmayıblar. Səbəbi nə mənadır? Çünki bunların başqa millətlər düşünürlər ki, bizim İranın, hətta bu rejimin dəyişikliyində də bizə bir haqq tanınmayacaqdır. O səbəbdən bunlar oturublar və yavaş-yavaş indi əgər istəyir başqa millətlər də demək olar ərsəyə, meydanlara ayaq bassın. Mən düşündüyüm qədərilə bunların ən azı Kürdlər və Güney Azərbaycanlıların əminliklə deyə bilərəm ki, rejimin dəyişməsini istəyirlər. Yəni bu yönetimin başqa türlü məsələ deyək ki, Əbbasın götürdü, başına tac qoydu, bunu qəbul etmirlər. Hətta bu dəyişsə də biz başqa millətlər haqlarımızı əldə etməyəcək. Mən düşünürəm ki, burada 2 dənə ideoloji fərqli var. Bir ideolojisi budur ki, yəni bunlar istəyirlər eyni qabaqçı kimin, bilirsiniz də, çox yaxşı bilirsiniz, Pəhləvi gedəndən sonra tacın götürdü və demək olar hökuməti Xümeyniyə təhvil verdi. İndi də Xümeyninin tipi kimi bu mallara istəyirlər başlarından əmmaməsini götürürlər, tacları təşviq edirlər. Başqa millətlər bunun fərqində varıblar bugün ki, artıq bu dəyişməkdən bizə bir şey olmayacaqdır. Onun üçün deyirəm ki, indilən İranda əgər bu geniş səviyyədə və birbaşa olmur, səbəbi budur ki, başqa millətlər ayrı yola gedirlər, sağa geçsələr, indi rejim yanlıya dəyişən bu da sola gedir tutalım. Yəni bu qədər yol bir-birindən fərqlidir. Niyə fərqli düşüncədədirlər deyirsiniz başqa millətlər və mümkünmü bənzər eyni düşüncədə belə deyək bu etirazlarda qovuşsunlar və belə davam etsin etirazlar? Baxın, başqa millətlərin bu etirazlara qatılmamağının səbəbi budur ki, bunları sui-istifadə olubdur. Hər zaman belə iş olubdur. Yəni başqa millətlər çıxıblar, əslində daha da çox rejim başqa millətləri əzib keçibdir. Yəni qabaqca etiraz şeylərinə də diqqət yetirsəz, ən çox sərt rejimin təpkiləri, insanları öldürməsi başqa etniklərdə olubdur. Biz görürük ki, məsələn, Tehran bunun başında, Tehranda o qədər deyərlər insanlar canını itirməyibdir ta ətraf şeylərdə. Hələ bu günlərdə baxdıqsa, hələ bu günə kimin də baxdığımızda, baxırsınız, görürsünüz ki, lorlar bilirsiniz, lorlar biraz asimili olmuş, faslarla bir özlərini yaxınlıq hiss edən şeydilər, etnikdilər, qovumudular. Amma baxın, Tehranda o qədər adam ölməyib ki, Loristanın kiçik kətlərində, qəsəbələrində o qədər adam ölübdür. Yəni bunların hamısı birbaşa analiz olur. Və bu günləri başqa millətlərdə deyirlər ki, biz niyə çıxaq canımızı qullar üçün fəda eləyək? Əgər çıxacaqsa da öz müqəddəratımızı çıxaq ki, bunu mən Güney Azərbaycandan əminliklə deyə bilirəm ki, Güney Azərbaycan birbaşa bu oyunlara deyim mən gəlməyəcəyim. Əgərsə mən meydana gələcəyimsə, öz oyunum, öz istəyim, öz demək olar amacım üçün, yəni o da nə bilim Güney Azərbaycan'a bağımsızlığa götürənlər vardı, Güney Azərbaycan federal olsun deyənlər vardı, amma çoxunluq burada istiqlaldan söhbət gedir. Yəni İranın gələcəyində başqa millətlər özlərinə bir dünya görmürlər, həyat görmürlər, ədalət görmürlər, azadlıq görmürlər. Baxın, bunlar olmayınca da niyə onda, məsələn, Güney Azərbaycanı deməm, yenə də, əgər bu seyədə yenə malla gələcək, yenə Pəhləvinin qalıntısı gələcək ki, qabaqca da mənim ana dilim məsələmi əzli geçdi, kimliyimi əşağıladı, təzələnən həmən adamın ki, yolun gedən adamın nəvəsi gələcək, məsələn, tutaq ki, önləri iqtidara. Onda bizə nə dəyişir? Onda biz niyə çıxacaq, niyə canımız fəda edir? Onun üçün sosial mediada mən analiz etdiyimdə, baxdığımda o videolara, danışıqlara, əslində məsələ budur ki, bizim üçün, Güney Azərbaycan üçün, özəlliklə onların tərəfindən danışıram üçün çox, hətta Kürdlər də elə bu cür düşünürlər, bizim üçün bu yönetimin dəyişməsi bizə heç bir anlam daşımır. Çox sağ olun Məsud bəy. Təşəkkür edirik önəmli dəyərləndirmələriniz üçün minnətdarıq. Birbaşa İranla orada baş